Dünən bazar günü olduğu üçün bir neçə yerə zəng vurdum, açmadılar ki, yəqin ki, işləmirdilər. Və bir neçə yerə də getdim üzbəüz görüşmək üçün. Ofislər bağlı idi, bazar günü işləmirlər. Telefonlar da cavab vermirlər. Ona görə də bugünü gözlədim. Və bugün bir görüşməm var. Yazdım səhər tezdən. Vaxt istədim ki, nə vaxt görüşə bilərik. Dedi, sosial media işçim var və o hal-hazırda burada deyil. İndi gələndə gün ərzində necə gələcəksə mən xəbər eləyərəm. Dedim, mən əslində sizinlə ilk öncə görüşmək istəyirəm, cavab vermədi. Belə şeylər məni həvəsdən salır. Bir insana yazanda onun cavab verməməsi, onun sanki geri addım atmağını düşündürür məndə, amma yenə də gələcəyim, həvəsdən düşməyəcəm. Mən hər zaman belə ani bir xırda olsa da, ani bir olsa da negativ şeylər olanda, hər hansı bir planımda dədibə getmirdim, yəni sonuna qədər getmirdim. İndi bu nə qədər çətin olsa da bunun arxasınca gedəcəm və bunu bitirməyə çalışacağım. Yəni istədiyim missiyanı həyata keçirəcəm və istədiyim nəticəni alana qədər davam edəcəm. Ki bu çox çətindir həqiqətən də. Və sizə də dedim mən, yəni nəsə başlamaq istəyirsə, biznesə başlamaq istəyirsə başlayın. Və belə nüanslar olarsa çox çətindir, amma davam edin. Gedirəm indi mən Turqut rəisə ki, orada olacaq görüşməyə, ofislər oradadır. Adresi tapacağam, mən birbaşa qeyəcəm. Ondan sonra orada oturacağım və bugün yenə də dünən zənglər eləməmişəm, çalışacağım bugün 15-20 nəfərə zəng eləyim, oradan 4-5 nəfər görüş ayarlayayım. Deməli, hal-hazırda Turqut rəisdəyəm ki, mənim görüşməm var idi bugün. Yazdım, dedi sosial media çalışanım gəlsin, onun müsait zamanında yazaram sizə. Saat keçib, 2 saat keçib aradan. Baxdım ki, yox. Bir dənə mesaj yazdım ki, mən Turqut rəisdəyəm, zəhmət olmasa sosial media çalışanınız gələndə mənə xəbər eləyin. Mesaja baxılmadı ümumiyyətlə. Ona görə qərar verdim ki, mən gedim ofisə. Ofisə gedim, konkretləşdirim, hə ya da yox. Əgər istəyirsə danışmaq, 5 dəqiqəsini alaram, danışaram. Uyğun olar, okey. Uyğun olmaz. Mən də özümü belə oturub boş-boş gözləmək istəmirəm. Elə yolda gələndə bir əmlak şirkəti gördüm. Girdim içəri, gördüm bir nəfər oturub boş-boş. Salam əleykum, əleyhissalam. Sosial media işlədirsinizmi? Dedi, işlədirik, amma sosial mediaya o qədər də içeriklər yaratmırlar. Dedim, bəs müştərilərinizi hardan tapırsınız? Dedi, sahibindən.com. Sahibindən.com-da burada Azərbaycanda olduğu kimi Tapazdır deyəsən, Azərbaycanı bilmirəm. Maşınların satışı olan Turbazdır deyəsən. Digər saytlar da var hər halda Azərbaycanda mənzil satmaq üçün, almaq üçün, kirayə eləmək üçün. Burada da sahibindən.azdır. Bir də hepsi emlak var deyəsən. Çox adamlar da sahibi.com-dan satış edirlər, listələyirlər. Bunlar aylıq bir məbləğ verirlər onlara, aylıq bir ücrəti var, bilmirəm nə qədərdir. Amma oradan da o qədər də müştəri əldə eləyə bilmirlər. Və deyir, keçən il reklamlar eləyirdi Instagramda. Və deyir, o qədər də effekti olmadı. Təsəvvür edin ki, ola bilsin ki, bu adam nə qədər qoyub, haradasa 200-300 TL, yəni bir neçə dollar reklama pul qoyub. Deyir ki, oradan mənə adam gəlsin və məndən 5 milyon TL'lik, 10 milyon TL'lik ev alsın. Qardaş, sən ora 3 dollarlıq reklam qoyanda Metaya, Instagrama, o sənə verər 5.000 izlənmə, 10.000 izlənmə verə bilər. Amma o sənə o müştəriləri gətirməz ki, o müştərilər səndən 5 milyon TL'lik, 10 milyon, 15 milyon, 70 milyon TL'lik ev alsın. Yəni bunu bilmirlər. Elə bilirlər ki, 3 dollarla xərcləməklə bu gələcək. Sən ora xərcləsən 1000 dollar, misal çəkirəm, yəni 1000 dollar Türkiyə üçün böyük bir puldur. Sən ora xərcləsən 50 dollar, 100 dollar, bu sənə o insanları gətirə bilər. Bunu yəni dərk eləmirlər insanlar. Ona görə də inanmırlar. Mən dedim ki, siz 9000 hələ reklam xərcləmələri ilə almışsınız. Mən sizə gəlin, mən dedim 100 minlərdən söhbət edirəm, 200 min, 300 minlərdən söhbət edirəm görüntüləmə. Mən sizə istəyirsiniz 2 dənə video çəkeyim, ücrətsiz, pulsuz. Xoşsa gəlsə danışaq.
Deyir, yox qardaş, istəmirəm. Yəni belə, təfəkkürlər bu cürdür. Çox çətindir dediyim kimi. Yəni 2 gün əvvəl başladım mən bu işə, təkliflərə. Mən dedim də burada çox çətindir. Amma negativi kənara qoyuruq, pozitiv irəliləyirik. Mən ofisə gəldim. Baxdım ki, ofis açıqdı əslində, amma girmədim içəri. Dedim ki, xanıma yazım. Yəni hörmətsizlik olmasın da, prama gedim içəri girim falan. Xanıma yazdım ki, mən ofisinizin qabağındayam. 5-10 dəqiqəviz alacağam, görüşə bilərikmi? Dedi, sosial media işçim qızı yoxsa oğlu xəstədir. Bugün gələ bilməyəcək. Yarın görüşəlim. Dedim, mən artıq ofisdəyəm və sadəcə 10 dəqiqəviz alaram da, bəlkə sizinlə görüşək. Dedi, yox, mən də müştəridəyəm. Yarın buluşalım falan. Dedim ki, yarın maalesef zamanım yoxdur mənim. Yəni belə şey heç xoşuma gəlmir. Hər kəsin öz prinsipləri var və dediyim kimi hər hansı bir biznesə başladısa, təbii ki, bu relationship, insan əlaqələri olacaqsa orada ki, təbii ki, insanlarla işləməlisiniz. Yəni hər hansı bir biznesdə, əgər servis edirsinizsə, başqa bizneslərə öz servislərinizi göstərirsinizsə, öz servislərinizi verəcəksinizsə, qarşı tərəfin sizə olan münasibətlərində yəni dürüstlük olmalıdır. Əgər orada hər hansı bir, belə deyək də, çaqqallıq görərsə, çox üzr istəyirəm, yalan falan olarsa, onu geri çevirin, o insanlarla işləməyin. Yəni bu da sizin prinsipiniz olsun. Mənim də prinsipim budur ki, əgər bir insan yalan danışırsa, oradan mən 1 milyon manat da qazansam, mən ondan işləmərəm yəni. Bunlar mənə sabah yazsalar ki, hə, gəl görüşək, təbii ki, gəlməyəcəm artıq. Yəni 100% gəlməyəcəm və belə. Bunun üzərindən özüm X xəttini çəkirəm. Bugünkü videom çox da uzun olmayacaq. Çünki biraz bugün tam bir yerdə oturub və axtarışlar eləmədim, yeni insanlara ulaşmaq istəmədim. Nəyə görə? Çünki əlimdə olan 5 nəfər ki var, onları konkretləşdirmək istədim. Birini bugün dediyim kimi görüşməmiz var idi. O, yəni dedik ki, sabah görüşərik. Bir bəhanə uydurdu əslində. Və o bəhanəsinə görə mən onu artıq X çəkdim üstünə. Və next gələcəm. İndi bir görüşmədən çıxdım. Təşəkkür ederim. İndi bir görüşmədən çıxdım. FC Qrup adında bir əmlak şirkətidir, Turqut rəisdə. Onlara zəng vurmuşdum mən, haradasa 5-6-cı gün səhv eləmirəmsə. Onlar deyir, biz kurumsal şirkətiyik və ona görə də 5-ci, yox, 6 bazar işləmirlər. 6-cı gün zəng eləmişdim mən onlara. Ona görə də mənə geri dönüş elədi. Əmlak, deməli, ofisinin sahibinin asistantı, xanım. Dedi, zəng gəlib, cavabsız arama gəlib. Dedim, belə-belə, mən sosial media uzmanıyam və əmlakçılar üçün içeriklər ürətirəm. Əgər maraqlısınızsa, səhifənizi incələmişəm, maraqlısınızsa, görüşə bilərik. Sadəcə 10 dəqiqəviz alacam. Dedi, mən ofis müdürü ilə görüşüm, Əmrə bəylə. Əgər okey versə, görüşə bilərik. Ondan sonra mən Bodrumdaydım. Gəldim Turqut rəisə. Əslində cavab gözləyirdim ondan. Yaxşı ki, özüm zəng vurdum. Cavab gözləmədim. Özüm zəng vurdum, dedim, mən gəlmişəm Turqut rəisəm, istəyirsiniz gəlim 10 dəqiqəviz alacam. Dedi, okey, gəl. Gəldim, görüşdük. İnsan çox mülayim adam idi, Əmrə bəy. Yəni, ofis müdürü. Ondan çox detaylı danışdıq. Mən 10 dəqiqə demişdim, amma tam 1 saat görüşməmiz keçdi. Və anlaşdıq. Mən 2 dənə video söz verdim onlara ki, bir videonu ofisdə çəkəcəm, oturaq bir video, digər videonu isə bir villada çəkəcəyik, o da buralardadır. Sezonluq, kiralıq villadır, onu çəkəcəyik. 2 dənə video sonucunda onlar baxacaqlar, performans necə göstərir. Əslində performans videonun kalitesi necə olacaq. Çünki xanım dedi ki, asistant xanım dedi ki, mən də eğitimlər almışam, meta eğitimlər almışam. Ondan sonra necə video çəkmək olar, fotoqrafdır xanım özü.
və bəzi videolar deyir özüm çəkirəm. Ona görə sizin deyir videolara baxacağıq. Əgər xoşumuza gəlsə, amma deyir çox bizim büdcəmiz yoxdur buna ayırmağa. Mən dedim, təbii ki, mən gördüyüm işlər professionaldır, çox professionaldır. Ekipmanlarım da professionaldır və videolarım ucuz deyil. Amma onlar da mənə dedi ki, bizdə çox böyük bir məbləğimiz yoxdur, bura ayıracaq. Dedim, problem yoxdur. Əgər mənlə işləməyə razı olsaz, mən qiymət tərəfdən sizə endirimlər eləyərəm, böyük endirim eləyərəm ki, mən deyir ki, biz kurumsal firmayıq, tanınırıq və digər işlər də görürlər. Həm inşaat şirkətləri var, həm otomotiv şirkətləri var, rentekar şirkətləri var və digər işlərlə də biz bərabər işləyə bilərik dedilər. Ona görə də dedi, siz bizə qazandırsaz, biz də sənə qazandırarıq. Ona görə də mən bunlarla işləyəcəm. İndi bugün gedirəm onlara bir dənə ssenari yazıram. Mənim viral kontentlərimdən bir ssenari yazacağım. Onu göndərəcəm. Bu asistant xanım əzbərləyəcək və sabah onlar mənə bir link göndərəcəklər ki, biz gelib orada çəkiliş eləyəcəyik. Onun detaylarını öyrənəcəm. Villanın detayları. O kiralıq olacaq, sezonluq kiralıq. Və ona görə də yenə də bir skript yazacağım. Onu da göndərəcəm və biz çəkilişlər eləyəcəyik. 4-cü gün, 3 gün sonra, bugün 1-ci gündür. 4-cü gün biz buradan çəkilişləri eləyəcəyik. Netləşdirdik. Və bunun sonucu məncə yaxşı olacaq və onlar məndən %100 işləməyə başlayacaqlar. Həm yaxşı səmimiyyət qurdum bunlarla, həm də bütün demək olar ki, imkanlarımı istifadə elədim, bütün taktiklarımı istifadə elədim ki, onlar məndən işləsinlər. Bir yorum gördüm, dünən paylaşdığım Reels videosunda, Reels dediğim short videosunda, YouTube'da. Dedi ki, qardaş, yorum belə yazır. Deyir, qardaş, sən əgər onlara nəsə sata bilsən, halal olsun sənə. İnansa bunu gördüm, dedim, yox, satmalıyam. Mən bunlara nəsə eləməliyəm, öz servisimi satmalıyam. Və ona görə də bütün gücümü istifadə elədim və bunu aldıq. Okey, bu əla. Bu əla. Sabah da bir görüşməm var. O, Bodrum mərkəzə yaxındır. Bugün elədiyim taktikləri sabah orada da istifadə eləyəcəm. %100 əminəm ki, onlarla da mən çəkilişi 5-ci günə ayarlayacağım və 4-cü gün, 5-ci gün artıq mənim çəkilişlərim olacaq. Belə, hələ yenə də 2 nəfər başqası var, onlarla da görüş eləyəcəm. Sonuçları paylaşıram YouTube kanalımda, hər gün paylaşıram. Zəhmət olmasa bu kanala abunə olun, mənə dəstək olun və bu challenge'ın, özümlə elədiyim bu challenge'ın sonuçlarını gözləyin və mənə dəstək olmaq üçün zəhmət olmasa kanala abunə olun, videonu bəyənin, dostlarınızla paylaşın və rəylər qismində öz rəylərinizi yazın, biraz etkiləşim olsun və YouTube bu videoları önə çıxarsın və çox insanlara ulaşdırsın və 11.000'ə yaxın takipçim var. İnanın ki, mən 5 ildir videolar çəkirəm, bilirsiniz, mən Dubayda yaşayıram və biraz mən utanc vericidir ki, mənə 5 il ərzində nəyə görə bu 11.000'də artıq qalıb. Xahiş edirəm, əl-elə verək, bu kanalı çatdıraq 100.000 takipçiyə. Təşəkkür edirəm, minnətdaram.